Salam dostlar, mən Onur Rəsulov, Azfinlabdan. Bugün yenə real hesabda bir ticarətimizi gerçəkləşdirəcəyik və hal-hazırda gözləyirik. Yenə də avro dollarda əməliyyata icra etmək istəyirik və texniki analiz nöqteyi nəzərdən əslində avro dolların bura gələcəyini düşünürəm. İndi baxacağıq. Avro dollarda bir sel açıram mən və uyğun olaraq da stop lossumuzu bu orta xəttin üzərinə qoyuruq. Stop lossumuz təxminən bura düşür 1.18594. 1.18594. Bura. Take profitimiz isə uyğun olaraq bu hissəyə 1.18455. Təxminən bura. Okey, gözləyirik. Qiymətinin az bura gələcəyini düşünürəm. O cümlədən də USD frankda yuxarı yönlü gedir. Diqqət etirsəniz. Okey, gözləyirik. Bugün ümumən bazarda biraz likvidlik azdı, diqqət etirin. Avro dollarda əslində gün ərzində demək olar ədalətli qiymət zonasında hərəkət edib. London sessiyasında biraz hərəkətlilik olub. Amma ümumən biraz likvidlik azdı. Avro dollarda bazar sanki gözləmə mövqeyindədir. Gözləmə mövqeyini deyərkən əslində bu həftənin 3-cü günü Amerikadan federal ehtiyatların açıq pul komitəsinin bir öncəki görüşünün protokolları açıqlanacaq. FOMC meeting minutes deyirlər buna. Və orada biz Fedin bu il ərzində faiz dərəcəsini endirməyə nə dərəcədə yumşaq baxdığını və yaxud da faiz endirəcəkmi, endirməyəcəkmi o ehtimalları görə bilirik. Bu baxımdan sanki bazar gözləmə mövqeyindədir. Likvidlik çox azalıb və diqqət etirsəniz alış-satış çox zəifdir. Biz gözləyirik. Ən azı bazarın bu səviyyəyə gələcəyini düşünürəm. Dostlar, deməli, take profitə gəlirik. Əməliyyat açanda avro dolların bu səviyyəni vuracağını demişdik. Buradan satış yazmışdıq və ən azı avro dolların bu səviyyəni vuracağını söyləmişdik. Əslində artıq çox keçdiyinə görə
Mən təxminən stop lossunu da sürüşdürürəm və bu hissələrin artıq əməliyyatını bağlamaq düşünürəm. Çünki bazarda artıq likvidlik sonlanmağa gedir. Həddən artıq çox vaxt keçdi və bu hissədə artıq əməliyyatımı 180, 190, okay, 210 dollarla əməliyyatımı bağladım dostlar. Və bugünkü mənfəətimiz bəlkə də bu hissə satacaq, amma təxminən 2 saatdan çox bir müddət çəkir artıq bu hissə gəlməsi. Dikkat etsiniz, avro dollar bu hissə çox yığıldı. Və bir öncəki videolarımda qeyd etmişdim ki, əslində belə yığımdan sonra adətən daha çox gedir avro dollar, amma dediyim kimi gözləmək fikrim yoxdur və mən gün ərzində profitimi və ya losumu bağlayıb çıxmaq düşünürəm. Və əslində uğurlu oldu. Dediyim kimi ən az buranı gözləyirdim. Bu hissədə artıq əməliyyatımı icra etdim və bugün 210 dollar profitlə biz əməliyyatımızı bağlamış olduq. Belə dostlar, təxminən indi 18.463, bu da 453. Təxminən belə deyək, bir 10 pip qalıb bu hissəyə. Amma mən əməliyyatımı çıxdım. Əməliyyatımı bağladım və eyni zamanda USD franka baxaq. Baxın. USD frank da burdadır. Bu da euro USD. Mən elə əməliyyatı bağladım, yenə təxminən artıq geri korreksiya etdi, geri getdi. Bəlkə də dediyim kimi bu hissəni gəlib vuracaq, amma o artıq çox maraqlı deyil. Çünki burada niyə bağladım sualınıza gəlincə? Çünki bazarın artıq tədricən həcmi getdikcə azalacaq. Amerikada artıq belə deyək ki, nahar gəlir, nahar saatları və nahar saatlarından sonra 1 saatda bir az aktivlik olur. Ondan sonra bazar tamamilə belə deyək, likvidlik azalmış olur. Belə dostlar, ümid edirəm faydalı olmuşdur. Bu da bizim növbəti belə deyək 9-cu olur, səhv etmirəmsə, canlı trade videomuz. Bizi izləməyə davam edin. İnşallah daha faydalı videolarla maliyyə bazarı haqqında belə deyək məlumatlar verməyə çalışacağıq. Sağ olun, təşəkkür edirəm.